Salam, hər vaxtınız xeyir olsun. Feilin təsvirlənməyən formalarından olan məslər haqqında danışacağıq. Biz bilirik ki, məslər isim və feilin xüsusiyyətlərini özündə cəmləyir. Feilin ümumiyyətlə təsvirlənməyən formaları hansılardır? Məslər, feil, sifət və feili bağlama. Bu hər üçü iki nitq hissəsinin xüsusiyyətini özündə cəmləyir. Məslər isim və feilin, feil, sifət, feillə sifətin, feili bağlama isə feillə zərfin xüsusiyyətlərini özündə cəmləyir. Baxaq görək şəkilçisi nədir? Məsələnin şəkilçisi maqməkdir. Və mamə. Baxın, mamə hansı hallarda olur? Biz deyirik ki, məsələnin şəkilçisi, yəni maq, üstəgəl mənsubiyyət şəkilçisi olarsa, bu zaman maq necə olacaq? Mamə kimi yazılacaq. Məsələn, deyirəm ki, onun yazmağı, onun oxumağı. Görsün nədir? Onun nədir? Yəlik hallı söz. Onun yazmağı dedikdə burada ı nə olacaq? I şəkilçisi, mənsubiyyə şəkilçisi. Ma nədir? Məsdərdir. Demək, əgər mənsubiyyə şəkilçisi əlavə edirəmsə, bu zaman nə olur? Maq, ma kimi yazılır. Biz dedik ki, məslər isim və feilin xüsusiyyətlərini daşıyır. Görək, feilə aid xüsusiyyətləri hansılardır? Birinci feilə aid xüsusiyyətlərini yazaq, daha sonra isə ismə keçərik. Feilə aid xüsusiyyətlər. Bunu da deyək ki, ismə aid bütün xüsusiyyətləri qəbul edə bilmir. Bunu da indi danışacaq. Başlayaq feilə aid xüsusiyyətləri. Birincisi, hərəkət bildirməsi. Məsələn, deyirəm, danışmaq. Görürsünüzmü? Hərəkətdir. Tutaq ki, yazmaq, dinləmək. Bunlar hamısı nədir? Hərəkətdir, feilə aid xüsusiyyətdir. İkincisi, təsdiq və inkarda işlənməsi. Məsələn, deyirəm, gəlmək nədir? Təsdiqdə işlənib. Gəlməmək desəm, inkarda işlədə biləcəm. Daha sonra üçüncüsünə keçək. Feilin qrammatik məna növlərində işlənə bilməsi. Qrammatik məna növlərində. Məsələn, qrammatik məna növləri hansılardır? Məlum, məchul, qayıdış, qarşılıq, birgəlik və icbar növ. Düzdürmü? Gəlin, hərəsinə aid nümunələr yazaq. Birinci, məlum növ. Məlum növə yazıram, məsələn, elə yazmaq. Yazmaq nədir? Məlum növdədir. Daha sonra məchul növ. Yazıram, yazılmaq. Bu məchul növdədir. Daha sonra qayıdış növ. Qayıdış növdə deyirəm, bəzənmək. Yəni ki, qız bəzənir o mənada. Yəni, otaq bəzəndi desəm, məchul növdə olacaq. Əgər qız bəzəndi desəm, burada qayıdış növdə olacaq. Gördüyünüz kimi, bu nədir? Qayıdış növünün şəkilçisidir. Daha sonra yazırıq, qarşılıq, birgəlik növ. Qarşılıq, birgəlik. Deyirəm, salamlaşmaq. Daha sonra bizdə qaldı icbar növ. İcbar növə də yazıram. Məsələn, yazdırmaq. Bu da icbar növdə işləndi. Gördüyünüz kimi, feilin bütün qrammatik məna növlərində işlənə bildim. Daha sonra keçirik dördüncüsünə. Tərkib əmələ gətirə bilir. Bu, bilirsiniz ki, feilin təsvirlənən formalarında yoxdur. Yalnız təsvirlənməyən formalar tərkib əmələ gətirə bilər. Məsələn, yazıram. Yazıram ki, hər şeyi düşünmək vaxt itkisidir. Vaxt itkisidir nə? Hər şeyi düşünmək.
Gördüyünüz kimi maqmək nədir? Məsdər çəkicisidir. Özündən əvvəlki sözləri özünə birləşdirib tərkib əmələ gətirdi. Yəni tərkibin xüsusiyyəti budur. Daha sonra deyirik ki, məsdərlər lüğətdə, yəni lüğətdə olan bütün feillər məsdər formasında verilir. Yəni feilin başlanğıc formasıdır. Məsələn, görürsüz, yazmaq, oxumaq, gəlmək, getmək deyirik. Feillərdə elə bu formada verilir. Yəni lüğətdə də məsdər formasında verilməsini deyə bilərik. Daha sonra keçək məsdərin ismə aid xüsusiyyətləri. Bunu da dedik ki, ismə aid bütün xüsusiyyətləri qəbul edə bilirmi? Edə bilmir. Hansıları qəbul edə bilmir? Onları yazaq. Birinci qəbul etməyənləri yazaq. Demək, cəmlənməsi, konkret mücərrəd olması, daha sonra ümumi xüsusi olması və sifətləşə bilməsi. Bunlar ismə aid sifətləşə bilməsi. Bu ismə aid xüsusiyyətləridir. Yəni ismə aid bu xüsusiyyətləri daha doğrusu qəbul edə bilmir. Baxın, biz deyirik axı, isim cəmlənə bilər, konkret mücərrəd ola bilər, ümumi xüsusi ola bilər, sifətləşə bilər. Lakin məsdər ismə aid bu xüsusiyyəti qəbul etmir. Əgər qəbul etsə nə olacaq? Bu zaman qrammatik norma pozulmuş olacaq. Yaxşımı? Pozulacaq. Burada yazaq ki, yadınızda qalsın. Amma ki, belə bir məsələ var ki, məsdərlər düzdür, cəmlənə bilmir. Yəni, daha doğrusu onun xüsusiyyəti deyil. Amma ki, cəm çəkicisi qəbul edə bilər. Bu zaman yenə qrammatik norma pozulacaq, amma qəbul edir. Məsələn, deyirəm ki, onlar gəlməklərində olsunlar. Sizə kimdən xəbər verim? Koroğludan, məsələn. Deyirəm, onlar gəlməklərində olsunlar. Görürsünüz, burada gəlməklərində yazaq bura. Görürsünüz, nə oldu? Larlər cəm çəkicisini qəbul etdi. Amma bu məsdərin özünə aid bir xüsusiyyəti deyil. Yaxşımı? Biz bunu qeyd edə bilərik ki, məsdərin özünə aid olmayan morfoloji xüsusiyyəti nədir? Cəm çəkicisi qəbul etməsi. Cəm çəkicisi qəbul etməsi burada yazaq. Sizdən soruşsalar ki, məsdərin özünə aid olmayan xüsusiyyəti götürdüyü söz hansıdır? Biz götürürük ki, cəm çəkicisi işlənən sözü. İndi isə keçirik məsdərin ismə aid olan xüsusiyyətlərinə. Birincisi, hallana bilir. Məsələn, yazıram. Gəzməyə. Tutaq ki, deyirəm ki, oxumaqda, oxumaqdan, oxumağa və s. Bunlar nə oldu? Bu məsdərlər hallana bildi. İsmə aid olan bir xüsusiyyətidir. İkincisi deyirəm, mənsubiyyətə görə dəyişir. Bayaq dedik, maqmək, üstəgəl. Əgər mənsubiyyət çəkicisi olarsa nə olacaq? Mamə olacaq. Bu qaydanı dedikdə dedik. Məsələn, deyirəm, yenə onun yazmağı. Gördünüz kimi, onun oxumağı. Nə oldu? Mənsubiyyət çəkicisi qəbul edə bildim. Daha sonra ad bildirməsi. Ad bildirməyi biz bilirik ki, ismə aid olan bir xüsusiyyətdir. Amma isimdən fərqli olaraq biz deyirik axı, isim əşyanın adını bildirir. Düzdürmü? Amma ki, məsdər əşyanın yox, hərəkətin adını bildirəcək. Demək, ad bildirir doğrudur, amma hərəkətin adını bildirir. Məsələn, yazmaq, qaçmaq, gəzmək, oturmaq. Görürsünüz, biz hərəkətə ad veririk, hərəkəti adlandırırıq. Yəni, buraya yazıram, məsələn, qaçmaq. Demək, ad bildirir, lakin hərəkətin adını bildirəcək. Daha sonra dördüncü, deyirəm, qoşmalarla işlənə bilir. Məsələn, deyirəm, oxumaq üçün
yazmaqdan ötürü. Demək, nə oldu? Məstərləri ötürü üçün qoşmalarıyla işlədə bildim. Daha sonra keçirəm 5-ciyə. Deyirəm ki, məstərlər cümlədə mübtəda, tamamlıq, zərflik və ismi xəbər rolunda çıxış edə bilər. Gəlin nümunə yazaq. Məsələn, yazmağı sevir. Nə edir? Sevir. Nəyi sevir? Yazmağı sevir. Demək, burada nə oldu? Tamamlıq kimi işləndi. Daha sonra yazıram, məqsədim oxumaqdır. Oxumaqdır nə etməkdir? Oxumaqdır nə? Məqsədim. Gördüyünüz kimi oxumaqdır nədir? İsmi xəbər kimi çıxış etdi. Daha sonra yazıram, tikmək mənim hobbimdir. Mənim hobbimdir nə? Tikmək. Burada nə oldu? Mübtəda kimi çıxış etdi. Bir də ki, rahat görə biləsiniz. Daha sonra yazıram, yazmaqdan barmağı yaradır. Yaradır nədir? Yaradır nə? Barmağı. Nə səbəbdən? Yazmaqdan. Demək, nə səbəb olub? Yazmaq səbəb olub. Düzdürmü? Burada nə olacaq? Nə səbəbdən sualını verə bilirəmsə, səbəb zərfliyi. Bayaq dedik ya, zərflik kimi çıxış edə bilir. Demək, burada olduğu səbəb zərfliyi. Sonra deyirəm ki, Bakıya oxumağa getmişdi. Getmişdi. Hara? Bakıya. Nə məqsədlə? Oxumağa. Nə məqsədlə sualına cavab verdisə nə olacaq? Burada olacaq məqsəd zərfliyi. Aydın oldu mu? Demək, nə oldu? Mübtəda, tamamlıq, ismi xəbər, zərfliyi gördüyünüz kimi, səbəb zərfliyi, məqsəd zərfliyi kimi çıxış edə bildim. Demək, 6-cı. İsmi aid xüsusiyyətlərindən biri də xəbərli şəkilçisidir, bilirsiniz. Amma məstər yalnız 3-cü şəxsin xəbərli şəkilçisini qəbul edə bilir. 3-cü şəxsin xəbərli şəkilçisi hansıdır? Dırdır. Dırdır. Məsələn, burada biz gördük, oxumaqdır. Gördüyünüz kimi, dır nədir? Xəbərli şəkilçisi. Və yalnız 3-cü şəxsin xəbərli şəkilçisini qəbul edə bildim. Məstərə aid bir qeydi də deyək ki, məstərin özünə aid olmayan iki xüsusiyyəti var. Baxın. Biri sintaktik vəzifəsidir. Bir də morfoloji. Morfolojini biz bayaq dedik. Özünə aid olmayan hansıydı? Cəm şəkilçisi qəbul etməsi. Düzdürmü? Amma sintaktik vəzifələrindən biri odur ki, təyin olmaq. Demək, məstərin özünə aid olmayan iki xüsusiyyəti var. Biri sintaktikdir, biri morfolojidir. Sintaktik onun cümlə üzvü olması da təyin kimi işlənsə, özünə aid olmayan sintaktik vəzifəsi olacaq. Əgər cəm şəkilçisi qəbul etsə, özünə aid olmayan morfoloji xüsusiyyəti olacaq. Məsələn, təyinə bir misal göstərək. Burada yazaq. Deyirəm ki, tələbə olmaq kimi arzusu var. Nə arzusu? Necə arzusu? Tələbə olmaq kimi. Baxın, məstər şəkilçili sözə biz əgər bənzətmə qoşmalarından olan kimidir, təkdir,
Tutaq ki, tək idi, bənzətmə qoşmaları. Bunları əlavə etsəm, cümlədə təyin kimi çıxış edəcək. Gördüyünüz kimi necə sualına cavab verdi. Deyirəm, necə arzusu var? Tələbə olmaq kimi. Amma bildiyimiz kimi təyin nədir? Məsələnin sintaktik vəzifəsi deyil. Yəni, məsəl əslində təyin ola bilməz. Amma gördüyünüz kimi təyin oldu. Demək, özünə aid olmayan sintaktik vəzifəsidir. Məsələ aid qeydlər bu qədər.